Yay aylarında iş ağır olardı. Uşaqlar deyərdi, bizə vaxt ver 2 saat, 3 saat baseniyə gedək. Hər zaman düşünürdüm ki, pulu olan getdi, pulu olan getmədi. Olmayan getmədi. Başıma qoydum ki, bu uşaqların bu istəklərini həyata keçsin. Qarajımın ərazisində artıq 20-nin 15-nə bir dənə də baseniyə düzəltdim. Başda 2-ci ildir ki, bu ilə olacaq. Qarajımızın işçiləri hamısı bərabər şəkildə o baseniyanı dadır, ətrafında piknik olaraq kababını eləyir və hər kəs də çimə bilir. Amma zamanında hər bizim işçilər gedərdi. İşimiz geri qalardı, zamanımızı alardı. Həm də pulu olmayan uşaqlar da gedə bilməzdi. Həsrətində olar da gedə bilməzdilər. Onu düzəltdi. Sonra dedilər ki, bizə biraz vaxtında tez vaxt ver, icazə ver, biz axşam futbola gedəcəyik. Ya bugün futbola getdik. Getdik Qarajımızın arasında futbol meydançasında yaratdıq ki, uşaqların tələbi. Bəzən uşaqlar atdan danışardı, eləyərdi, mən də xoşum gəldi. Getdik ki, at aldıq. Bura bizim stadionumuzdur. Burada yeni yetmələr həm futbol oynayır, həm at çapmayı. Özümüz də ara bir at çapırıq. Bizim qarajda insanların nəyə marağı varsa, tam olaraq o maraqları təmin edirik ki, sanki özümüzə onları cəzb edirik. Qarajın ərazisinə girən bir işçi yoxdur sözü olmayasın onlar üçün. Nə istəyirlərsə, nə formada yaşamaq istəkləri varsa da, istər yemək baxımından, istər istirahat baxımından, istər sənət baxımından, hamısı olsun, yoxdur sözü olmasın. Və o qədər maraq, yüksək səviyyədə maraq yaradırıq ki insanlara. Və onlar istər-istəməz evində qala bilmir. Yəni gündə bura kalabalıqdır. İşi olan da gəlir, sürücüdür, maşın heç burada yoxdur. Gedib bir ana. Amma yenə buradadır. O qədər buranı şirin dadlı eləmişik ki, cəzb edici eləmişik ki, ətrafımızda o insanları cəzb edərək özümüzə dartmışıq və onların sevgisini qazanmışıq. Onların sevgisini qazanandan sonra bir insanın hər zaman sevgisini qazanıb vicdanını işğal eləməlisin. Sən olmayanda da o insanlar zor qarşısında deyil, səni sevərək hər zaman sənə qarşı xəyanətdən uzaq olacaqlar. Yeməyi yediniz hərə iş başına. Siqaretə çox vaxt ayırmayın, siqaret çəkən yerdə görsəm, bilirsiniz ərazidə siqaret çəkmək yasaq. Hadi iş başına. Gedək.